şəhid Səfərli Amilin atasıyam. Mən bu gün də Amilinə fəxr edirəm. O çox vətənpərvər oğlan idi, xalqını, vətənini sevən idi. O öz könlü ilə getdi müharibəyə, çox şücaətlər göstərdi. Bir ay vuruşdu, bir ay o cəbhədə son damla qanına qədər vuruşdu. Mən bu gün də fəxr edirəm Amilinə ki, o vətən yolunda gedib. Fəxr edirəm, qürur duyuram oğlumdan. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir diləyirəm Allahdan. Çox fəxr, qürur duyucu hisslərdir. Allah Ali Baş Komandanımızı qorusun, vətən sağ olsun. Allah bütün şəhid ailələrinə səbir versin. Amilin anası Səfərova yeganə. Amil çox ağıllı, tərbiyəli evlad olmuşdu. Allah o bizə elə qismət eləmişdi. O ağılda, o tərbiyədə vermişdi. Amil çox uşaqlıqdan vətənpərvər, ağıllı, sakit, mehriban uşaq idi. Amil belə biraz böyüyəndən sonra namaz qılmağa başladı, oruç tutmağa başladı. Nə bilim mən. Amilə baxanda mən şəxsən anası olaraq utanırdım Amilin qabağında nəsə danışmağa. Deyirdim, çaşaram nəsə, artıq əski danışaram, acığına gedər. Nə bilim. Amil demə bizdən xəbərsiz gedib könüllü yazılıb uçuram. Elə Kənd Soveti elə bu restorana gedəndə Sümbül kafesinə. Bu yürüyüb bunun qabağına. Özü gəldi elə danışdı. Ha, indi o Kənd Soveti özü də elə deyəcək. Deyir. Gəldi ki, mama, qaçdım maşının qabağına. Burada gəliblər mağazinin qabağında axtarıblar ki, Səfərli Amilin atasından, özündən deyiblər ki, o Sümbüldə işləyir. Dədəsi də zəng elədi, Amil, sənə belə bir şey gətirib verirlər qala. Deyir, paylayırlar. Pafiska paylayırlar. Deyir ki, yox dedi. Elə maşın dayanıb bu yügürün maşının üstünə. Həyətdə gözləyirmiş. Kənd Soveti deyib, nəyə gəldi, nədir Amil? Deyir ki, papiskamı ver də mən. Müharibəyə gedirəm mən də. Gəldi evə, köynəyinin kırlıtkalı qırmızı köynək giymişdi. Gözünün qabağından getmir. Hər dəfə o darvazadan girəndə o söz yadıma düşəndə elə o yox xatırladıram. Teli uzun uşaq idi Amil. Köynəyin altından qara kofta geyinirdi həmişə. Belə sevinə-sevinə gəldi ki, mama gedirəm, qoca. Mənə də qoca deyərdi həmişə. Gedirəm vətəni qorumağa. Gəldi sevinə-sevinə. Gec gəlmişdi, saat artısa 12 idi oradan gələndə. Üzr istəyirəm, girdi hamama, hamamlandı, üzün gözün təmizlədi. Sabahacan yatmadı uşaq, saat 5-də maşın gəldi, mindi getdi. Şəkilinin dalına kartını nömrəsini yazdı. Maaş kartını. Dedi də, mən gedirəm oraya, pul lazım olar. Siz şey elərsiniz də, götürüb bu pulu xaçlayarsınız. Nə qədər müharibədə oldusa, o pis söz danışmadı da bizimlə. Ay bala, burada biz qübbultudan dayana bilmirik. Deyirdim, amma heç nə yoxdur, ata. Hər şey yaxşıdır, sakitçilikdir, gecələr döyüşə gedirik, gündüzlər çimirik, nə bilim, özümüzü günə veririk. Heç bir şey yoxdur burada. Siz nə deyirsiniz? Burada qübbultu zadı nədir? Dava nədir? Belə arada döyüşə görürük də, belə-belə. Bizi alladır döyüşə. Ondan sonra Amildən 27-sindən sonra zəng gəlmədi. Heç bir xəbərimiz olmadı. Hər gün ağladı, danışdı ki, Amildən zəng gəlmir. Atasına dedim, atası da deyirdi, uşaqların hamısı danışmır. Elə ki, hamı çaxnaşma düşmüşdü də, hamı bir-birindən soraq tuturdu. Getdim bayım konata,
Orada məndən soruşdu, uşaq evlidir, subaydı. Dedim, subay idi. Neçə yaşı vardı, bu idi. Böyürdə də nəsə kompüterə baxırdı. Onun gözləri dolanda belə tutulub qalmışdı, qızarıb qalmışdı. Rəis idi, nə bilim. Rəis idi, kim idisə. Zəng elədim orada ki, uşaq danışma, daxı gəlirəm, mən uşaqla danışdırasam. Dedi, gəlsən də burada yox, olmayacam mən. Səhəri günü Amilin belə xəbəri çatdı ki, Amil şəhadətə qovuşur. O ilə də bizim həyatımız belə söndü. Mən oğlumla qürur duyuram, fəxr edirəm. Hamı öləcək, heç kim bu dünyanı tutub getməyəcək. Ancaq bizim üçün o ağırdı, ağır olmaqla da o baxmayaraq fəxr edirəm. Mənim oğlum vətən yolunda, el yolunda, oba yolunda qeyrətlə yaşadı. Qeyrətlə getdi, vətənin qorudu. Bütün şəhidlərimiz kimi. Allah məqamlarını ucu eləsin. Allah o dünyalarını versin. Allah bütün şəhidlərimizin valideynlərinə səbir, dözüm versin. İçində biz olmaq şərt ilə. Özü gətirir. Əgər o bu evin pünörəsini qoymasaydı, bu ev olmayacaqdı, tikilməyəcəkdi, başa gəlməyəcəkdi. Demək, özü tərəsdirirdi bizi. Demək, özünün elə burada bir muzeyi olacaqmış bu evdə. Muzeyi qalacaqmış bizə. Cəmi şəhidlərimizə rəhmət eləsin, analarına səbir versin, atalarına səbir versin, vətən sağ olsun. Ailənin yaxını Balı Həşimov. Bugün Amil haqqında danışmaq mənə də qismət oldu. Bir qəhrəman haqqında danışmaq nə qədər şərəflidirsə, bir o qədər də çətindir. Amil həqiqətən qəhrəmanlara layiq, qəhrəman kimi yaşayan bir övlad oldu. Ailənin bir yaxını kimi, dostu kimi mən onu deyərdim ki, sanki Amil hələ uşaqlıqdan o məhəbbəti, o hissi, vətənə bağlılığını özündə cəmləşdirə bildi. Allahın qisməti, talehin yazısı ona 2-ci Qarabağ müharibəsində bu ali məqama çatmağı nəsib elədi. Mən şəhidin bütün yaxınlarına, ailə üzvlərinə baş sağlığı veririk və deyirik ki, belə oğulları böyüdən analar, belə oğullarla fəxr edən analar heç vaxt azalmasın. Və inanırıq ki, Amilin uğrunda şəhid olduğu o torpaqlarda bir daha düşmən yeriməyəcək inşallah. Allah səbrimizi versin, Allah səbrimizi versin, Allah yaxınlarına səbir versin və Azərbaycanımıza bundan sonra bir daha müharibəni göstərməsin. Var olsun Azərbaycanımız, başımız sağ olsun. İmişli rayon Cəlal Nəsirov adına Ümumi Təhsil Orta Məktəbin direktoru Arzu Hüseynova. Deməli, Amil haqqında danışmaq mənim üçün o qədər də çətin deyil. Çünki Amil ilk günlərindən, məktəbə qədəm qoyduğu ilk gündən mənim gözümün qabağında böyüyüb. Amilin uşaqlıq dövrü, ilk qələm tutduğu dövr, ana, vətən sözlərini yazdığı günlər bizim bu məktəbdə keçib. Ona görə də Amilin inkişafı, bir vətəndaş kimi, bir Azərbaycanlı kimi bu məktəbdə inkişaf yolu keçib, bu məktəbdə bir vətənpərvər kimi yetişib. Amil haqqında çox danışa bilərəm. Əvvəllər 10-cu sinifdə mən onun sinif rəhbəri olmuşam. Daha doğrusu 6-cı sinifdən yuxarı bütün illərdə onun sinif rəhbəri olmuşam. Ona görə Amilin xasiyyətinə, xarakterinə daha yaxından bələdəm. Amil
sözün həqiqi mənasında, yəni bu gəlişi gözəl söz deyil, sözün həqiqi mənasında çox səmimi, çox mehriban, çox tərbiyəli, çox mərifətli, müəllimlərə qarşı çox diqqətli, hörmətli bir oğlan kimi, bizim məktəbin şagirdi kimi yetişdi. Sonra əskərliyə getdi, gəldi. Sonra da biz onunla görüşdük əskərlikdən sonraki illərdə. Daha sonra isə onu 2-ci Qarabağ müharibəsi illərində onun döyüşə getməyi də, onun vətənə olan sevgisi, xalqa olan sevgisi, Azərbaycan xalqının bu çətin dövrlərində, Xocalıda, Əsgəranda, Kərkicahanda baş verən hadisələr, Azərbaycan xalqının, Azərbaycan qadınının belə deyim, namusuna vurulan ləkələr, alnına yaxılan ləkələr, Azərbaycan oğlanlarının şəhid verdiyi, o 1-ci Qarabağ müharibəsində şəhid olan oğlanlarımızın narahat ruhları sanki amili yerində oturmağa qoymadı. O da vətəninə, xalqının bu çağrısına cavab verdi və bizim hamımızın etimadını doğrultdu. Bizim məktəbi müqəddəs, sadə bir məktəb olmaqdan müqəddəs bir məktəb, bir ocaq olmağa çevirdi, döndərdi. İndi bizim məktəbimiz Amil Səfərlinin bizim onun ruhunun qarşısında baş əyirik bir məktəb, bizim məktəb olaraq, kollektiv olaraq və onu heç zaman unutmuruq sözün həqiqi mənasında. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün Azərbaycanın oğulları bizim şəhidlərimizdir. Allah qazilərə can sağlığı versin. Vətən müharibəsi iştirakçılarına minnətdarıq hamımıza. Bütün şəhidlər adından, onların valideynlərinin qarşısında baş əyirəm, bütün şəhidlərin ruhu qarşısında baş əyirəm, əllərindən, gözlərindən öpürəm. Biz oğulları vətən üçün böyütmüşük, vətən sağ olsun.